Salam aleyküm, hardayam, Matyalındayam. 4 otaq plus obyekt. Bir dənə evdən tanışalaq, qiyməti endi, nə qədər endi? 58, hardasa 8000 manat endi qiyməti. Həqiqətən gözəl proyektdir, 4 otaqlı evdir, 3 sotun içərisində, üstündə düz yolun qırağındadır. Yoldan birinci yer. Ev axtarırsansa, obyekti də üstündə hədiyyədir. Qazı, işığı, suyu, yəni burada yaşayış üçün hər şey var. Kombisindən belə var. Bir dənə evə nə lazımdır? Burada da bir dənə mətbəxdə, bir dənə aboy lazımdır. Aboyu vurursan, ürəyin istəyən aboyu. 4 otaqlı şəxsi ev axtarırsansa, bura sənin üçün idealdır. Burada bir dənə tedisko otaqdır. Otaqların ölçüləri normaldır. Bütün otaqlarda radiatoru var. Burada da bir dənə böyük yataq otağıdır. Baxın, ölçülər çox yaxşıdır. Pəncərələrin hamısının qabağı boşdur. Hər tərəfi qoşadaşdır. Raşotkaları var. Məhliyə promoya açılır. Buradan da gəldi. Burada da hamam sanuzelidir. O da buradan da bir dənə hamam sanuzelidir. O da orta təmirdir. Burada da bir dənə normal yataq otağıdır. Ölçülər yaxşıdır. Qiyməti hamısından yaxşıdır. Qiymət haqqında məlumat verəcəm. Qiymətini deyim də sizə elə əvvəldən. Çıxa çölükdən tanışalaq, qiymətini də deyim. Yəni bu qiymətə görə normal qiymətdir. Yəni bugünkü gündə yolun qırağında torpağın sotu ən azı 10 mindən hesablı 3 sot torpağa getdi. Plus obyektin icazəsi, yəni bu hamısını fikirləşəndə elə obyekt evi 20 minə yaxın elə obyekti tutacaq. Plus indi o həmin puldan elə bir ev üstündə fayda, obyekt üstündə yox. O obyekt içindədir. Qiyməti haqqında məlumat verim. Qiyməti 51 min. Burada varatasıdır. Həyətə maşın girdi. 4-5 maşın beləncə daxil oldu. Plus evə bax. Həqiqətən gözəl proyektdir. Plus podvalında girib gəzmək olur. Plus obyekti də ərzaq dükanıdır. Yəni baxın, yəni normal dükandır. 51 min manata deyir. Real puldan deyir gəlsin. Endirimdə eləyəcəm. Plus pulu çatmasa da xırda məbləğ. Deyir onu da gözləmək olar. Onu da nəsə eləmək olar. Gəlsin real. İnşallah danışarıq. Sağ olun, var olun.